The passage is mainly about, mətn əsasən haqqındadır. Burada my best friend's name is Aysel. Danışan öz ən yaxın dostu Ayselin adını çəkir. Deməli, danışanın ən yaxşı dostundan söhbət gedir. The speaker's best friend de doğru cavabımızdır. Which statement is true according to the passage? Mətnə uyğun düzgün fikri seçin. Aysel never helps with homework. Ev tapşırığında kömək etmir. Halbuki kömək edir. Helps me always. Həm də Aysel is 13 years old. 13 yaş var. Halbuki 11 yaşı var. Aysel doesn't like reading books. Kitab oxumağı sevmir. Halbuki bir yerdə onlar oturub öz kitabları haqqında, oxuduqları kitablar haqqında danışırlar. Aysel has a little cat, white cat named Mimi. Bəli. Balaca ağ pişik var. Mimi adında. Doğru cavabımız D variantı. Complete the sentence according to the passage. Cümləni tamamlayın. Aysel and the speakers sometimes. Aysel və speakers bəzən nə edirlər? Sometimes we ride our bikes deyir. Yəni velosiped sürür in the park. Parkda. Doğru cavabımız C variantı. Choose the correct answer to the question. Suala düzgün cavab seçin. How does the speaker feel when spending time with Aysel? Aysel ilə vaxt keçirəndə özünü necə hiss edir? Əlbəttə ən yaxşı dostu olduğuna görə I feel happy. Doğru cavabımız C variantı. Write one adjective from the passage which characterizes the word smile. Smile sözünü xarakterizə edən sifəti seçin. Listening dinləmə mətnidir. Bright doğru cavabımızdır. The passage is mainly about, mətn əsasən haqqındadır. Spring Festival ya da Chinese New Year baxırıq variantlara. A famous festival in China doğru cavabımız B variantı. Choose the correct answer to the question. Suala düzgün cavab seçin. What does the red color mean during the Spring Festival? Bu yaz festivalındakı qırmızı rəng nəyi ifadə edir? The red is a special color because it means luck and happiness. Luck and happiness deməkdir. Şans və xoşbəxtlik. Doğru cavabımız C variantı. Complete the sentence according to the passage. Tamamlayın cümləni. During the festival, grandparents often festival müddətində nənə babalar nə edir adətən? Often give children red envelopes with money inside. İçində pul olan qırmızı zərflər verilir. Doğru cavabımız C variantı. Which statement is true according to the passage? Mətnə uyğun olaraq düzgün fikri seçin. Families clean and decorate their houses before festival. Festivaldan əvvəl ailələr evlərini təmizləyir və bəzəyirlər. Burada baxırıq. Families prepare them before the festival by cleaning and decorating them with red lanterns and posters. Doğru cavabımız A variantı. Which word from the passage fits the following definition? To tell someone else about your thoughts, feelings, ideas, etc. Bir kəsə öz fikrini, hisslərini, ideyalarını söyləmək, yəni paylaşmaq. To share bizim doğru cavabımızdır. Burada bir də wish feili var. Tam bunu verməsə də, amma to wish kimi qeyd etsəniz, onu da doğru cavab kimi qəbul etmək olar. Choose the best option. Ən uyğun variant seçin. I love sports. İdmanı sevirəm. Is my favorite place. İdmanı sevdiyinə görə deməli the stadium, stadion. Doğru cavabımız C variantı. Choose the antonym to the word behind. Behind sözünün əks mənasını seçin. Behind arxasındacı deməli önündə olmalı. In front of. Doğru cavab D variantı. Choose the best option. Ən uyğun variant seçin. People carnival in Olinda for more than a week. Bir həftədən daha çox Olindada karnival, yəni festivalı, bayramı neynirlər? Qeyd edirlər. Celebrate. Doğru cavabımız B variantı.
Choose the best option, ən uyğun variant seçin. The date of the festival on the cycles of the moon. Deməli, burada festivalın tarixi asılıdır olmalıdır. Çünki burada on sözünü var. On sözünlə burada işlənən yeganə fe'l depend on'dur. Doğru cavabımız A variantdır. Complete the sentence with one suitable word. Yəni verilən cümlədə sadəcə bir dənə söz yaza bilərik. In the safe zone, teenagers can hang with their friends. Həmin o təhlükəsiz zonada yeniyetmələr dostları ilə eləyə bilərlər, yəni gəzişə bilərlər, vaxt keçirə bilərlər. Hang burada out sözünü ilə işlənir. Choose the correct statement according to the text. Mətnə uyğun olaraq düzgün fikri seçin. Sunny Park, günəşli park, a great place for families, ailə üçün möhtəşəm bir yer. Play, relax and enjoy the fresh air. Oynayın, istirahət edin və təmiz havadan həzz alın. Burada hansı nəticəni çıxartmalı? Families can have fun in the park. Parkda bəli, əylənə bilərlər. The park only opens at night. Sadəcə axşam, gecə açılır deyir. You can buy clothes in the park. Parkda geyimlər ala bilərsən. The park is only for teenagers. Sadəcə yeniyetmələr üçün də doğru cavabımız A variantdır. Choose the correct statement according to text. Mətnə uyğun olaraq düzgün fikri seçin. Hi Mia. Salam Mia. Thanks for visiting City Cinema. City Cinema ziyarətiniz üçün təşəkkürlər. We hope you enjoyed the movie. Ümid edirik ki, filmdən həzz aldınız. Come again soon. Tezliklə yenə gəlin. Best the cinema team. Sinema komandası yazıb. Mia is the manager of the cinema. Sinemanın meneceridir. Xeyr. Mia went to watch a movie. Bəli, filmə baxmaya gedib. The cinema team sent Mia free tickets. Sinema komandası Mia'ya pulsuz bilet göndərib. The cinema is closed for the day. Günlük bağlanıb. Doğru cavabımız B variantıdır. Choose the correct option. A clothes shop in this street. Zeri zera ifadədir. Burada clothes sözü bizi çaşdırmasın. Bu sadəcə artıq iki isim yanaşı gələndə sifət və təyin edici vəzifəsini görür. Paltar mağaza, söhbət mağazadan gedir. Zaten qarşısında qeyri-müəyyən artikeldə işlənib. There is, there isn't. 1-3 doğru cavabımız B variantı. Choose the correct option. Düzgün variant seçin. A park zeri zeralı ifadədir. Park təkdə olduğuna görə there is ya da there isn't olacaq. Any flowers, burada flowers cəmdədir, amma any olduğuna görə inkarda işlətməliyik. There aren't any flowers, doğru cavabımız D variantı. Choose the correct option. The bowling alley is to the park. Bowling sahəsi, meydançası hardadır? Burada to sözünü var. To sözünü ilə burada ancaq işlənə bilər. Next to, yəni yanaşıdır. Doğru cavabımız B variantı. Choose the correct option. Do you go to the shopping center every day? Əgər sualın cavabı hər gün, hansı intervaldsa, məsələn, ayda 3 dəfə, always, never, bu tipli sözlərlə cavab verilirsə, o zaman how often bizim doğru sual sözümüz olacaq. Doğru cavabımız A variantı. Choose the correct option. I go to the cinema a month. Ayda bir dəfə, 2 dəfə, 3 dəfə bu formada deyəndə biz once, twice ya da 2 times bu formada deyirik. Yəni burada sıra sayı işlətmirik. 2 və 4 doğru cavabımız B variantı. Does she go to school by bus? Avtobusla gedir məktəbə. No. She goes by bus. Yəni avtobusla heç vaxt getmir. Əgər no deyirsə, doğru cavabımız N və D variantıdır. Choose the correct prepositions. Düzgün söz önləri seçin. Are you coming? Gəlirsən. Cavab verir. I am in the car. Maşındayam. I am on my way. Yoldayam. Yəni maşının içində və yolda in və on doğru cavabımız C variantı. Choose the correct option. The nice gyms in your town sual verir.
There is deralı sual cümləsidir. Burada ya is ya are gətirməliyik. Gyms idman zalları cəmdədir. Ona görə doğru cavabımız are, A variantı.